Salam. Bugün sizin bize göndərdiyiniz mənbələr əsasında bir mövzuya baxacağıq. Mövzu çoxumuza tanışdır, amma bəlkə də bəzi detalları təəccüblü olacaq. Bəli, söhbət mütəmadi kitab oxumağın faydalarından gedir. Düzdür, əlimizdə xeyli material var, məqalələr, ekspert şərhləri, hətta onlayn müzakirələrdən çıxarışlarda. Hə, zəngin bir mənbə bazasıdır. İstəyirik ki, bütün bu informasiyaya baxıb, anlayaq ki, kitab oxumaq həyatımıza əslində necə təsir edir. Çox maraqlı iddialar var. Hətta deyilir ki, ömrü uzada bilər. Gəlin başlayaq, görək nə deyir bu mənbələr. Bəli, başlayaq. Bu mənbələr göstərir ki, oxumaq sadəcə, belə deyək, xoş vaxt keçirmək deyil, bu sağlamlıq üçün real bir investisiyadır. İnvestisiya, maraqlı yanaşmadır. Hə, çünki fiziki təsirləri var. Ən maraqlısı bəlkə də beynimizə olan təsiridir. Mənbələrdə funksional MRT tədqiqatlarından danışılır. O ki var, beynin aktivliyini canlı izləyirlər. Bəli, məhz o. Və bu tədqiqatlar deməli göstərir ki, roman oxuyanda, xüsusən hekayədə gərginlik artdıqca, beyindəki sinir əlaqələri, yəni o bağlantılar artır. Sanki beyin yeni yollar salır. Hətta bədən hərəkəti və ağrı ilə bağlı bölgələr də aktivləşir. Doğrudan, bu çox qəribədir. Deməli, oxumaq təkcə zehni bir şey deyil. Xeyr, xeyr. Beyində ölçülə bilən fiziki dəyişikliklərə səbəb olur. Və bu dəyişikliklərin konkret nəticələri də var yəqin ki. Mənbələrdə qeyd olunurmu? Bəli, əlbəttə. Məsələn, göstərilir ki, mütəmadi oxuma yaşlılarda zehni geriləmə riskini təxminən 1/3 azalda bilər. 32% kimi bir rəqəm var. Wow, 32%. Bu ciddi rəqəmdir. Həm də yaddaşı gücləndirir, analitik düşüncəni artırır. Çünki bir hekayəni izləyəndə məcbursan ki, personajları, süjeti yadda saxlayasan, əlaqələri qurasan. Hətta bəzən qabaqcadan təxmin etməyə çalışırsan, elə deyilmi? Tamamilə. Bu, əslində, beyin üçün əla bir məşqdir. Bir növ zehni gimnastika. Düzdür. Və bu gimnastikanın təsiri təkcə məntiqlə bitmir, empatiya məsələsi də var. Empatiya, yəni başqalarını anlamaq bacarığı. Bəli, başqalarının hisslərini, düşüncələrini anlamaq. Elm adamları buna zehin nəzəriyyəsi deyirlər. Yəni başqasının zehnini, onun baxış bucağını təsəvvür etmək. Bədii ədəbiyyat oxuyanda bunu daha çox edirik yəqin. Elədir. Çünki fərqli personajların, necə deyim, daxili dünyasına giririk, onların motivlərini, duyğularını anlamağa çalışırıq. Bu da real həyatda insanları daha yaxşı anlamağımıza kömək edir. Bu çox məntiqli səslənir. Başqa bir maraqlı məqam streslə bağlı idi mənbələrdə. Deyəsən, oxumaq stresi azaldır. Bəli, azaldır. Hətta çox qısa müddətdə bir mənbədə deyilir ki, cəmi 6 dəqiqə sakitcə kitab oxumaq. Cəmi 6 dəqiqə. Hə, cəmi 6 dəqiqə. Ürək döyüntüsünü yavaşladır, əzələ gərginliyini azaldır, ümumilikdə isə stres səviyyəsini 68%-ə qədər endirdiyi iddia olunur. 68%. İndiki gərgin dövrdə bu inanılmazdır. Çox sadə bir üsuldur əslində. Çox sadə, amma çox güclüdür. Hətta bəzi mənbələr deyir ki, depressiya əlamətlərini yüngülləşdirməyə də kömək edə bilər. Bəs kitabın növünün fərqi var? Məsələn, ağır bir romanla yüngül bir kitab eyni təsiri göstərir? Mənbələr bu fərqi çox dərin təhlil etmir, amma ümumi olaraq oxumağın özünün sakitləşdirici təsirindən danışırlar. Məsələn, mənəvi və ya özünü inkişaf kitablarının qan təzyiqini saldığı, əhvalı yaxşılaşdırdığı qeyd edilir. Aydındır. Bəs daha praktik faydalar, söz ehtiyatı kimi? Əlbəttə, bu ən çox vurğulanan faydalardandır. Söz ehtiyatı zənginləşir. Bu da təbii ki, həm ünsiyyətimizə, həm də yazı bacarığımıza müsbət təsir edir. Hətta işə qəbulda belə faydası ola bilər deyilir bəzi yerlərdə. Bəli, çünki daha səlis, daha aydın ifadə edirsən fikrini. Oxumağın fərqli üsulları barədə də məlumatlar var idi. Mənə maraqlı gəldi. Kəşfi oxuma və dərin oxuma kimi? Hə. O da maraqlı bölgüdür. Kəşfi oxuma daha çox məlumat toplamaq üçün sürətli oxuma, bəlkə səsli kitab formatında. Yəni, ümumi məlumat üçün. Bəli. Dərin oxuma isə adı üstündə mövzunu hər tərəfli öyrənmək, qeydlər apararaq, təhlil edərək. Deməli, oxuma vərdişini də öz məqsədimizə uyğunlaşdıra bilərik. Tamamilə. Hətta oxuyarkən yuxulamağın qarşısını almaq üçün məsləhətlər də var idi. Çox rahat olmayan yerdə oturmaq, otağın sərin olması kimi. Kiçik detallardır, amma praktikdir.
Bəli, praktik məsləhətlərdir. Və bir şeyi də unutmayaq. Yaradıcılıq. Oxumaq təxəyyülü gücləndirir, yeni fikirlərə yol açır. Düzdür, kitablar bizi başqa dünyalara aparır. Həm problemlərdən uzaqlaşdırır, həm də əslində pulsuz əyləncədir. Amma bəlkə də ən, necə deyim, təsir edici nəticə Yale Universitetinin araşdırmasıdır. Sizin mənbələrdə də vardı. O ömrün uzanması ilə bağlı olan. Bəli. Deyilir ki, gündə təxminən 30 dəqiqə kitab oxuyanlar heç oxumayanlara nisbətən orta hesabla 2 il daha çox yaşayır. 2 il? Bu həqiqətən çox ciddi fərqdir. Səbəbi nə ola bilər bunun? Stresin azalması, beynin aktiv qalması. Yəqin ki, bütün bu sadaladığımız faktorların birgə təsiridir. Zehni aktivlik, stresin azalması, bəlkə də daha məlumatlı həyat tərzi seçimləri. Dəqiq mexanizmi mürəkkəbdir yəqin. Belə çıxır ki, sizin göndərdiyiniz mənbələri ümumiləşdirsək, kitab oxumaq sadəcə bir hobbi deyil, bu hər tərəfli bir faydadır. Elədir. Beyin sağlamlığından tutmuş emosional vəziyyətə, bilik səviyyəsinə, hətta ömür uzunluğuna qədər təsir edir. Zəkanı itiliyir, stresi azaldır, empatiyanı gücləndirir, dünya görüşünü genişləndirir. Bəli, bəli. Hər kitab həqiqətən yeni bir qapı açır sanki. Mənbələrdən birində gözəl bir sitat var idi. Deyirdi ki, kitab zamanın dalğaları üzərində üzən və öz qiymətli yükünü nəsildən nəslə ötürən bir fikir gəmisidir. Çox gözəl deyilib. Bu fikirlər işığında bəlkə də dinləyicilərimizə də bir sual ünvanlayaq. Siz oxuduğunuz kitablarda özünüz üçün ən qiymətli nəyi tapırsınız? Yeni biliklərdir, yoxsa emosional təcrübələr, ya tamamilə başqa bir şey? Maraqlı sualdır. Həqiqətən bu barədə düşünməyə dəyər.